Yəni, değerli vətəndaşlar, bu bir tərəfdən İranın güclü şəhərlərinin burada olması. İkinci tərəfdən Türkiyə tərəfdən hədəf almaq olmur. Çünki hədəf alan kimi İran o ağır 120 min raketi tökəcək başından. Hamısı şəhərlər, infrastruktur darmadağın olacaq. Bizdə Qarabağ onsuz da dağılıb elə. Qarabağ ətrafı da onsuz da dağılıb elə. Siz Qarabağ ətrafını qoyun qırağa, bütün Azərbaycan dağılıb elə. Azərbaycanda bir dənə Heydər muzeyidir, bir də İdman kompleksi Heydər Parkı. Başka ne var Azərbaycanda? Ha? Ne var Azərbaycanda? Biraz radar aldı İlham Əliyev, bir 3-4 milyardlıq alacaq. Hava hücumundan müdafiə sistemi. O da İlhamın obyektləri üçündür. Xalq üçün deyil. Yəni çox uzatmıram, bunu da tez qısa xəbərlərimə keçəcəyəm. Yəni ingilislərlə Yahudi lobisi, İsrail diye dünyanın qərb dairələri İlhamı diriyiblər ki. Baxın, İlham çox pis vəziyyətdədir. Çox pis vəziyyətdədir İlham Əliyev. Yenə deyirəm, qərb dairələri diriyiblər ki, səni orada saxlayan bizi, indi sən bunun üçün orada bizə şərait yaradacaqsan, qutardı getdi. İndi baxın, İranla da Rus deyir ki, necə ərazidən istifadə eləmək? Bunun da balaca bir örneği nədir? Zəngəzur dəhlizi. Zəngəzur. Putin deyir, Zəngəzur dəhlizi olmalıdır, mənim dəhlizim. Trump da deyir, yox, Trump dəhlizi olmalıdır, mənim dəhlizim. İndi İlham Əliyev düşünür ki, Trump'dan Putin kankadılar, dost olublar, o Epstein'də bir sevgilinə. İlham Əliyev de düşünür ki, yəqin ki razlaşarlar Trampozenco. Yəni bu nə Zəngəzur olsun, nə Trump, Trampozenco olsun. Ya Zenco Trampo olsun, adlarını birləşdirin və belə olsun, eləmi? İran da deyir, bütün hallarda istəyir Zəngəzur dəhlizi olsun, istəyir Trump dəhlizi. İranda belə deyir. Yəni bütün hallarda tərəfini seçə bilməyən, demokratiyadan uzaq, xalqına heç vaxt güvənə bilməyən İlham Əliyev özünü necə ailəsini məhv eləyibsə, Azərbaycan necə məhv eləyibsə, gələcəyimizi necə məhv eləyibsə, hamısı bunun savadsızlığından, hamısı bunun yaratmamazlığından, qumarbazlığından, bir dənə səviyyəli adam, işinin öhdəsindən gələn adam vəzifədə deyil, hamısı korrupsiyanır, hamısı nə bilim deyəcək abi, sən olsan nə qarardın? İlham Əliyev indiyə kimi sərvətlərimizi verib, arvadını verib, qızını veribdir. Kim gəlib veribdir, hamıya boyun əyib, hamıya liderimsən deyib, hamıya atamsan deyib. Allah'tan başka hamını özü için Allah eləyib. Özü de xalqın başına Allah kəsilmiş hesab eləyir özünü. Gücünü xalqdan almalıydın. Göydə Allah, yerdə xalq. Gücünü. Prinsiplərin demokratik dəyərlərə dayanmalıydı. Söz azadlığına, demokratik dəyərlərə. İndi deyirlər bizə nə var İlham Əliyev? Kanalizasiya müdürü də sənsən, prezident də sənsən. Bənə eləməlisən. Paşinyan'a deyən kim nə deyir? Bilirsən mi Paşinyan? Paşinyan deyir, xalq var, meydana çıxar, mən də deyirəm. Xalq var. Mən xalqdan hesab, uzaq buraya referenduma gedirəm. İlhama deyənmirlər axı. İlham Əliyev, sən xalqı yetər eləmsən. Yenə canda məliyir, mələməyindən yatmaq olmur. Azərbaycan xalqı acından soyqırma məruz qalıbdır. Heç Azərbaycan xalqı mələmir. 1% mələmir. Yaxşı, gəlin 100 dənə qoyunu, burada kətçilər varsa yazsın mən. Kətçilər varsa yazsın mən. Ya kətdən anlayışı olanlar varsa yazsın mən. Yazın. Mənim də heyvandarlıqdan, təbiətdən, əkindən, tikindən ömrümüz həsr elədiyim, hərbidə də olanda mən əkin, tikin, heyvandarlıqdan məşğul idim. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, indi də mən bu Almaniyada heyvandarlıqdan məşğulam. Odur bax, qapıda heyvan saxlayıram. Dəyərli həmvətənlərim,
100 dənə qoyunu otaranda, əlbəttə ki, mən sizdən razıyam. Axsaqlar geri qalır. Amma diribaşlar qabaqda gedir. Eləmi? Elə. Yaxşı. Bu hərəkətdir. Burada ola bilər. Fiziki hərəkət. Amma qoyunu saxlamısan bir arxaçda. 100 qoyunu. Hər gün səhər saat 6-da bunu aşmalısan otlamağa. Eləmi? Saat 6-da aşmasan, yarımca saat yox, 10 dəqiqə gecikəndə qoyun olsun, eşşək olsun, dana nətər məliyir. Siz Allah gedin yarımca saat otarmağa gec açdığınız qoyunun bir dənə gedin qıraqdan belə baxın görün, mələməyən qoyun olacaqmı? Hamısı məliyir. Amma görürsünüz, Azərbaycan xalqının heç 1% ilham acmışam ilham eləmir. Bizcə faiz çörək belə istəyə bilir. Hamının sosial şəbəkəsi də var. Hamının bütün TikTok'u da, TikTok'da variant tapırsan, haqqını tələb eləməyə variant tapırsan, hamının bütün şəbəkəsi var və bircə nəfər, 3-5 nəfər dostu olan adam da bir dənə bir fəryadını, evinin düşdüyü durumu fəryadını, onun internet həddində olduğunu ortaya qoysa hamı paylaşacaq, ölkə bir-birinə, yəni silkələnəcək, hamı bir-birinə, bizə adi qəlbləri, ruhları tərpədən bir video olan kimi hamı şey eləyir. Düz deyil mi? Bu arada bir elanım eləyim ha. Dostlar, bugün interneti böyük ölçüdə həll eləmişik. İnternet problemimiz ayın 18'inde saat hardasa akşama kimi internet problemimiz həll olunmalıdır tamamen. Ama yine de telefonun megabaytından çıxıram. Sadece telefonum sınırsız internettir. Ama telefonun qızmağından dolayı veya megabaytın tutumunun bir balaca zəifliyindən dolayı o ışığını azaldım şey olmasın. Zəifliyindən dolayı değerli vətənlərim, ışığı özüm azalttım ki şey olmasın. Birazcık qaldım, çox az oldu. Deməli yayımız dayanarsa təkrar çıxacağım, problem yoxdur. Amma sabahdan heç problem olmayacaq inşallah. Deməli keçdi. Yəni İlham Əliyev bütün hallarda pis vəziyyətdə qalıb, ona görə nazirlər, məmurlar hamısı qaça-qaçdadır. Hamı qohumlarını qaçırdır. Hamı daşınmaz əmlaklarını qaçırdır. Deyəcəksiniz daşınmaz əmlak necə? Əlbəttə ki, satıb qaçırdır. Dəyərli vətəndaşlar, vəziyyət kifayət qədər hakimiyyət daxilində vəziyyət kifayət qədər acınacaqlıdır. Aləm deyib bir-birinə, yəni vəziyyət çox pisdir. Deməli dostlar, bundan əlavə zavodlar, mən demişdim, zavodlar bağlanır, fabriklər bağlanır. Zaten zavod, fabrik özlərinin idi, 3-5 dənə ölkədə olardı ya, olmazdı. Onlar da bağlanır. Metropolitenin işçilərinin yarısı ixtisar edilir. Baxın, yanvarın 1-dən orduda ixtisarlar olacaq. Hətta polisdə də ixtisarlar olacaq. Çox ixtisarlar olacaq. Dövlət Gömrük Komitəsinin böyük bir hissəsini çıxardıb atacaqlar. Müdafiə Nazirliyindən böyük bir maxi, gizir çıxarışları olacaq. Bundan başqa İlham Əliyev deyir, onu da xalq acından dəli hər ay maxiyə necə deyirlər, 1000 manat, 500 manat verim. O da bir dənə şık səfərbərlik eləyən kimi evdə aşından gəlib Qarabağ dövləti ya Zəngəzur dövləti. Dostlar, qardaşlar, deməli, gələn ilin proqnozları üçün ayrıca efir açacağım. İstər cəbhədən, ölkə daxili, ölkə xarici, gələn ilin proqnozları üçün həmişə ilin sonuna yaxın bu dəfədəki daha dəhşətli xəbərlər olacaq. Deməli, dəyərli vətənlərim, dəyərli soydaşlarım, qardaşlar, bu və ya yer üstündə fəsad çıxarmayan bir insanı
Deməli bu həmən indi hansısa bir İran ayətullahının dediyini deyənlə may qardaş mənə bir dəyərli bir şey yaz. Xəzər dənizində 3-cü dəfə hücum edildi. Deməli Rusiyanın hədəflərinə. Bilirsiniz Xəzər dənizində istər dənizaltılardan, istərsə də başqa cürə dənizüstülərdən, gəmilərdən hədəf alınmışdı Ukraynaya yadınızdadırsa. Və deyilən vətənlərin dəyərli soydaşlarım, aydın məsələdir ki, Ukrayna Xəzər dənizində həm Rusiyanın hərbi obyektlərinə, həm də mülki neft ayırma zavodlarına zərbələr indirməkdədir. İndirsin, əli qolu var olsun. Deməli, burada dostlar, mən iri xəbərlərə toxunmaq istəyirəm, xırda xəbərlərə toxunmaq istəmirəm. Trump Amerika'nın ilk Yahudi prezidenti olduğunu qəbul etdi. Mark Levin. 6 il əvvəl burada dayanıb bizim ilk Yahudi prezidentimizdir demiştim. Trump, bu doğrudur. Mark Levin sual verdi yenə. İndi, daha doğrusu deyil. İndi isə 2 fərqli dövrdə vəzifə tutan ilk Yahudi prezidentdir. Neyse Trump Yahudiyəm deyir, deyəsən belə bir məlumat paylaşılıb. Hər nəysə keçək başqa məsələlərə. Başqa məsələlərə dəyərli işlər çoxdur, xəbərlər çoxdur, neçə vaxtı da toxuna bilmirəm. Bugün də bir balaca, necə deyərlər, ehmallı efir aparacağım. Nətər deyim, çünki dostlar, ola bilər yayım dayanar bir 10 dəqiqə sonra çıxaram. Çünki telefonum qızır, ona görə deyirəm. Amma belə də götürəndə hərəkətimiz davam eləyir. Baxın, inanmırsanız İlham Əliyev də soçik qoyacaq, inanmırsanız. Kişilərin qıfıl qoyacaq. Vəssalam. Arvaddan kişi bir yerdə yatmaq istəyir. Uçaskovu gəlib açarla açacaq. Sonra kişinin də o dəmir tursigini eləmək üçün yer qoyacaqlar. Dəmir tursiyini açacaq və salam. İnanmırsanız, əvvəllah bunu eləyən onu eləyər. Nə qədər qılasan, nə qədər sənin ailən ancaq rus dilində, başqa dillərdə danışa, heç vaxt Azərbaycan dilində danışmaya. Amma sən okey deyənə 5 manat cərimə yazasan. İnan Allaha, inan Allaha. Bu səadətdir nədir? Bunu bloklayın, bir də o ağız belə göy şeylər qoyur. Bloklayın onu. Güya məni sevir elə qoyur. Ya da deyin bir də eləməsin. O hamısı spam aparır bizi. Aha. Televiziyamızda əziz dostlar. Özdə mən demirəm ha, birisi də qardaşıdır. Neydi o idi, o Kevenş, onun qardaşıdır. Mən demirəm ha bunu. O deyir ha, hökumətin adamı deyir ha. İndi qardaşı gördü ki, hökumətin tərəfini saxladı, hamı. İndi bu adam xalqın tərəfindən danışır. Bəli, belə bir qərar var, belə danışır. Baxaq. Əziz dostlar, televiziyamızda yeni cərimələr tətbiq olunub. Bu haqda daha ətraflı danışaq. Beləliklə, televiziya verilişində okey sözünü işlədən 500 manat cərimə olunacaq. Wow sözünə görə 500 manat, karotsi sözünə görə 500 manat cərimə və gördüyünüz kimi mən uje 1500 manatlıq cərimə elədim. Hayır, özür istəyirəm. 2000 oldu. Uje dedi 2000 oldu. Vapşe uje. Bu nə deməkdir? Bu necə ki? Zaten sözümüzün bir hissə. İndi bu nə deməkdir? Nə deyim? Niyə İran, Fars və yaxud digər ərəb sözlərindən də gəlmə sözlər var ki, təzə gəlmə sözlər? Xəbibi, qoy bunu da desinlər də, sadəcə güya Rusiya ilə aralar dəyibmiş. Güya Rusiya çevriliş eləyəcəkmiş. Aya, Putin gəlir. İlham Əliyev Putinin sadiq İlham Əliyev, baba yenə də deyirəm, ay millət. İlham Əliyev Putinin sadiq və olmağa da davam eləyir. Eləyəcək, sonuna qədər. Dostlar, qardaşlar, bax, mən deyəndə inanmırız, ala bax,
İrandan yine bir geldi var. Bunu paylaşırlar. Hatta bizimkiler de paylaşır. İran Trump marşrutuna qəti şəkildə qarşıyıq. Elə hamısına qarşıyıq deyir. Neyse. Dostlar, tez-tez bir balaca istəyirəm vaxtımızdan istifadə eləyək, xəbərlərə toxunum. Abbas Abbasov qaçıb deyirlər. Daha serbest yavşak. Bırakın bu işleri. Deməli Abbas Abbasov deyirlər qaçıbdır. Dostlar, Türkiyədən qaçıbdır. Və dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, bunlar güya 13-cü ildə inqilab eləyəsiymiş. 13-cü ildə inqilab eləyəsiymişsə, indi niyə düşünmüsən bunların? Ay qardaş, sadəcə Ramiz Mehdiyevdən istifadə edərək, Rusiya, yəni Putin, İlham Əliyev, Mehriban Əliyeva və Ramiz Mehdiyev dördü razılaşıblar. Bütün müxalifət zad yoxdur, Əli Kərimzad ilə belə tutublar orada, gözdən pərdə asmaq üçün. Yəni, bütün dəyərli həmvətənlərim, pulu olanların, milyonçu milyarder, vurulan vurulmayan məmurların hamısının sonuncu qəpiyinə kimi soymağa görə bu Ramiz Mehdiyev söhbəti ortaya atılıbdır. Əli Kərimin də Amerikadan bəzi yerlərdən icazəsini alıb həbs eləyiblər. Nəyə görə? İranla müharibə başlayarsa İsrailin, İran Azərbaycanlı, yəni Azərbaycan ərazisindən istifadə olunacaq və İranın İsrailin neçə bazası var Azərbaycanda, hava limanları var Azərbaycanda. Bunu özləri də deyirlər, boyunlarlar. Yəni İran birinci Azərbaycan xalqını ayağa qaldırmaq istəyəcək. İlhamı devirmək istəyəcək. Ayağa qalxan xalq lider axtaracaq. Lider axtaranda kimi tapacaqlar? Əli Kərimli. Ona görə Əli Kərimli içəri girəcəyini bilirdi. Oturun Əli Kərimlinin çıxışlarını izləyənlər, 10 illərlə, 20 il, 30 il Əli Kərimlinin çıxışını izləyənlər, axırıncı 2 dənə çıxışına baxın. Axırıncı 1, 2, 3 çıxışına baxın. Axırıncı 3 çıxışına baxın. Üçüncüdə biraz, ikincidə biraz, sonuncuda da lap dəhşətli şəkildə həbs ediləcəyini demək olar ki, biruzə verir. Həbs ediləcəyini bilir. Həbsinin tezislərini verir. Və Avropadakı blogerlər İlham Əliyev rejiminə çox böyük qorxu salıbdır, dedi. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, 4 gündür, artıq 5-ci gündür bu kanalda çıxış eləyirik. Ya 4 ya 5-ci gündür. Maalesef ki, heç vaxtı da düz əməlli bircə gün çıxış eləyənmədik. Bir gün. Həmişə ya telefon qızdı, ya megabaytımız olmadı və efirimiz dayandı. Eləmi? Elə. Amma və lakin, baxmayaq ki, bu qədər bir dəfə normal efirə çıxanmadıq bu 4-5 gündə. Sabahdan hər şey əla olacaq inşallah. Amma baxın, 500-dən çox izləyicimiz var. 500-dən çox izləyicimiz var. Və dünənləri mən, bilirsiniz, bir dənə insaf yoxdur bu xalqda, millətdə də insaf yoxdur. Görürsünüz ki, birinci mən öz izləyicilərimi qınıyıram. Nətərə? Mən ola bilər, mən bir gün efirdə olmadım, ölkə bir-birinə dəydi, Avropa bir-birinə dəydi. Necə düşünürsən ki, mən bir gün, 2 gün, 3 gün, 4 gün efirdə olmaya bilərəm? Necə düşünürsən? Çünki sən özün iradəsən, əqidəsən, sən özün düzgün insan dövləni axtarmayıbsan, tapmayıbsan. Bir dənə, niyə görə Qabil Media qoymuşam video kanalın adı? Çünki bir dənə Qabil yazan kimi canlı qabanına çıxacaq. Sadəcə sən özünlə məni səhv salırsan. Qalmışam Almaniyanın ortasında. Bir qəpik pulum yox. İmkan yox, o birisi yox, bu birisi yox. Qalmışam Almaniyanın ortasında. Ürəyim partlayır. Bircə dənə məhdud megabayt var, ondan çıxanmıram. Baxıram xəbərlərə.
Burada da məni 100-200 adam izləyir. Burada güya mənə kömək eləyən bir adam ola ya olmaya. Sonra kömək elə desəm nə olasıydı ki? Onu da deyə bilmirəm. Çünki burada mən kiməsə də özəl zəng ya da bu dünya dağılmadı ki, nə təzə cəmaat əziyyət çəkib qabilə kömək eləyib. Necə deyim axı bir də kömək eləmə? Deyə bilmirəm axı. Dünən yüngül var dedim, bir nəfər bugün kömək elədi. Yəni dəyərli həmvətənlər, mən sizdən istəmirəm ki, mən bunu bax, verməşil qaynat yiyib, başqa yeməklər o qədər, ot dolu, cincilim doludur. Hər cürə bitkilər var. Yemək tapmaq o qədər çətin deyil. Mən sizdən yemək istəmədim. Mən sizdən köynək dəyişim bir dəfəlik, nə bilim nə. Mən sizdən xidmətim üçün internet istədim. Mən nə bilim, mən gedəcəm, mən təzə boks almaq lazım olacaqdı. Əl vermədi köhnəsi. Boksun ən ucuzu 170 eurodan başlayır. Bilənlər bilir. 2 cür olur da boks. 170 bir də yuxarı. Yəni 300'lü yoxsa neçədir o? 250. Sonra mən nə bilərdim ki, bu müəyyən dəyişikliklər, müəyyən işlər görülməlidir. Dəyərli həmvətənlərim. Yəni belə sağ olsun, 1-2-3 nəfər, 4 nəfər kömək eləyir, ayaqda qalmağı bacarırıq. Bacarırıq. Mən yeni adam mənə zəng eləyir. Yeni adam zəng eləyir, qabil kart at. Mən tanımadığım adamdan pul götürmərəm. Düzdür, bu sonuncu dəfə problem oldu. Sonuncu problem oldu, ən böyük problem. Onda 2 nəfər ya 3 nəfər. Birinci dəfə idi mənə pul göndərirdi. 2 ya 3 nəfər. Tanımadığım adama 2 ya 3 nəfər pul göndərdi. Onlar da sağlam çıxdılar. Yoxsa mən tanımadığım adamdan pul götürsəm bir erməni yazısı qoyacaqlar. Yadınızdadır mı, Yerevanda 2 nəfər erməni danışdırdılar. Qabilə pul göndərmişəm, belə erməni danışdırdılar. Yadınızdadır mı? Göndərib bir çek göstərdi. Siz zaten çek də hazırlaya bilərsiniz. Prosta ağlınız o qədər işləmir. Bilirsiniz ki, Alman məhkəməsi kriminalı onu araşdıracaq. Yalan olacaq. Hər neysə, həmişəki adamlardan 1-2 nəfərin, 3 nəfərin dəstəyinə ehtiyac var. İlin sonuna qədər. Yəni, xüsusilə bu ərəfələrdə. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Yəni, ölüm qalım məsələsi deyil. Mən həmişə ölüm qalım məsələsində sadəcə efirə çıxmaq internetdir. Bir də, necə deyərlər, bir neçə işin dalına getməliyəm, maşına benzin tökmək. Belə bir xırda şeylər. Sağ olsun, bir nəfər bugün Avropadan dəstək oldu. Demək olar ki, biraz kömək eldən bir neçə işimi aşırdım. Və çoxdandır bilirlər ki, məndə problem var idi. Bəzi cərimələr də gəlibdi mənə, cərimələr. İnternetin pulunu ödəyənməmişəmmi? Başqa işlər var, bir-iki də məsələn. Deyə bilmirəm də, burada sir vermək istəmirəm. Ona görə mütləq dostlar, köhnə tanıdığım insanlardan 1-2-3 nəfər köməyinə ehtiyac var. Bəlkə də bu son kömək olacaq, inşallah. Bəlkə də. Artıq İlham Əliyevin ən zərbələri yiyir İlham Əliyev. Artıq İlham Əliyevin yaşama şansı belə yoxdur İlham Əliyev. İnanın Allaha deyirəm. İlham Əliyevin mən and olsun Allaha mən. Nə bilirsiniz mən hansı hərəkətlər elədim? Nə bilirsiniz məni dünyanın hansı gücləri, hansı insanlar, hansı böyük gücləri izləyir? İlham Əliyevə nə var idi? Xalq cəbhəsində ağıllı adam mı var? Onlar ancaq döyülməyi bilirlər. Açıq deyirəm mən burada. Açıq deyirəm, ürəyim onlarla döyünür. Canım ciyərimdirlər. Əli kərimliyə güllə atsalar, sinəmi qabağa verərəm, güllə ona yox, mənə dəysin. Amma vallahi onlar döyülməkdən başqa heç nə bilmir. Allah haqqı onların ağıl deyilən bir şey yox.
birinci dəfə Əli Kərimi xarici dilində danışdı ha, ingilis dilində. Daha doğrusu ingilis dilində danışmadı. Makina dili dəyişir də tərcüm elədi. Bax, o qorxutdu Əliyevi. Blogerlər dəstəklədi ha bizi, o qorxutdu. Və Əli Kərimin həbs olunacağını bilirdi. Dəyərli həmvətənlərim, dəyərli soydaşlar. İlham Əliyev 4000 nəfəri, daimi 5000 nəfəri şiyəni daimi türmədə saxlayırdı. Daimi türmədə saxlayırdı. 5000 şiyəni. 5000 şiyəni türmədə saxlayırdı. Dindarı, qeyrətdə qidəl adamı. Niyə saxlayırdı türmədə? Ay İsrail, ay Britaniya, ay Amerika, ay Avropa ikinci bir İran devləti yaranacaq Azərbaycanda biz olmasaq. İsraili hamıya İlham Əliyev ilə görüntü yaratmışdı ki, Azərbaycan xalqı Yahudiyə də düşməndi, İngilisə də düşməndi, ona da, qadan alın, bunların hamısını alt üst eləyən kim oldu? Mən oldum, mən. Sizin xəbəriniz yoxdur. Biz elə bir adam deyilik, deyirlər ki, bəzən qabil yəqin ağlına gələni danışır. Sizi gələn ilin elə əvvəlində sevindirəcəyimi dünən dedim. Yenə deyirəm. Çox dəhşətli hadisələrin şahidi olacaqsınız. Əziz həmvətənlərim. Elə belə hakimiyyət zavodları bağlamır. Elə belə xalqdan yox, xalqı min da artırıblar, soyma da artırıblar. Çünki bunların sonu. 2026-cı ildə onları pis yapacağıq. İnanın Allaha ki, pis yapacağıq dostlar, qardaşlar, canlarım, ciyərlərim. Getdik.